Autizm spektr pozuntusu üçün elmi cəhətdən əsaslandırılmış müdaxilə və müalicə metodları əsasən davranış, dil, sosial bacarıqlar və gündəlik fəaliyyətlərə yönəldilmişdir. Sistemli araşdırmalar və elmi dəlillərlə təsdiqlənmiş müdaxilə metodlarını qeyd edirəm. A. Tətbiq davranış analizi. Əsas prinsipi davranışların analiz edilib, möhkəmləndirici üsullarla dəyişdirilməsidir. 50 ildən çox elmi araşdırmalara əsaslanır, US Surgeon General və APA tərəfindən təsdiq olunmuşdur. Əsas məqsəd öyrənmə bacarığı, dil, sosial davranış və digər uyğun davranışları, bacarıqları inkişaf etdirməkdir. ESDM, erkən başlanğıc Denver modeli 3 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuşdur. Oyun və münasibət əsaslı ABA-nın inkişaf yönümlü versiyasıdır. Randomizə edilmiş tədqiqatlarda effektivliyi sübut olunmuşdur. Əsas məqsəd dil, sosial davranış və kognitiv inkişafın erkən dəstəklənməsidir. Teach. Autistik və əlaqəli ünsiyyət problemi uşaqların müalicəsi və təhsili. Əsas xüsusiyyətləri, vizual dəstək, strukturlaşdırılmış mühit və asan başa düşülən gündəlik. Məqsəd, özünəməxsus öyrənmə tərzi olan uşaqlar üçün uyğun mühitin yaradılmasıdır. Effektivliyi uzun müddətli araşdırmalarda təsdiq olunmuşdur. Əlavə üstünlüyü məktəblərdə və evdə tətbiq oluna bilər. PECS, şəkil mübadiləsi kommunikasiya sistemi. Əsas məqsəd nitq bacarığı olmayan və zəif olan uşaqlar üçün alternativ ünsiyyət bacarığı qazandırmaqdır. Şəkillər vasitəsilə istək və ehtiyacların ifadəsi nəzərdə tutulmuşdur. Elmi jurnallarda dərc olunmuş çoxsaylı tədqiqatlar mövcuddur. DIR, Floor Time, İnkişaf, fərdi fərqlər və əlaqələrə əsaslanan model. Əsas xüsusiyyəti emosional və sosial qarşılıqlı münasibətlərə fokuslanır. Oyun yolu ilə uşaqla əlaqə yaratmaq və inkişafı təşviq etmək məqsədi daşıyır. Dəstəkləyici araşdırmalar mövcuddur, lakin amma qədər sistematik deyil. Müalicəyə valideynlər də aktiv şəkildə cəlb olunur. CBT, kognitiv davranış terapiyası. Yüksək funksiyalı autizm olan uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuşdur. Əsas məqsəd anksiyete, depressiya, obsessiv davranış və sosial bacarıqları gücləndirmək. Son illərdə aparılan randomizə edilmiş tədqiqatlarda effektivliyi sübut olunmuşdur. Valideyn təhsili və dəstəyi. Valideynlərə davranış texnikaları və gündəlik həyat bacarıqlarını öyrətmək. Araşdırmalar göstərib ki, valideynlərin də cəlb olunduğu müdaxilələr daha uzun müddətli nəticə verib. Elmi mənbələr aşağıda qeyd olunmuşdur.